Salam değerli dostlar, hoş gördük her birinizi. Çox sayılı dostlarımızın mənə şəxsidə yazdıqlarını, eyni zamanda telefon zəylərini nəzərə alıb, mən bir məsələyə münasibət bildirəcəm. Dünən İlqar bəyin Əvəz Zeynallı ilə müsahibəsindən sonra daha da dostlar mənə çox sayılı yazdılar. Niyə Əvəz Zeynallı açıq, aşkar durumla bağlı bir məlumat vermədi, değerli dostlar? Əvəz Zeynallının durumu göz qabağındadır. Əvəz Zeynallının səhhətində olan problemi hər kəs bilir. Bugün onkoloji xəstəlikdən əziyyət çəkir. Həmən xəstəlik artıq 4-cü dərəcəlidir və eyni zamanda da 13-cü kimioterapiyanı əziz dostumuz Əvəz Zeynallı artıq qəbul edib. Hər kəs bilir. Bütün qələm adamları bilir, bütün söz adamları bilir, bütün Azərbaycan xalqı bilir və eyni zamanda bütün dünya Azərbaycanlıları bilir ki, Əvəz Zeynallı bu millətə yük olan adam deyil. Ki bu millətdən nəyisə istəsin, nəyisə gözləsin, yəni bunun istəyən adam olmayıb. Və Əvəz Zeynallı çalışıb ki, fəaliyyəti dövründə, çalışdığı dövrdə bu insanların üzləşdiyi problemlər həllini tapsın deyə fəaliyyətdə bulunub. Bu insanların yükü azalsın deyə, çətinliyi azalsın deyə fəaliyyətdə bulunub. İndi bu günləri açıq aşkar nəyisə xahiş edə bilmirsə, durumun ciddiliyi haqqında tam çılpaq şəkildə danışa bilmirsə, o Əvəz Zeynallıdır ki, yenə qeyd edirəm, bu millətin problemləri azalsın deyə, bu insanların çətinlikləri azalsın deyə çalışan adam bugün insanlardan nəyisə açıq şəkildə istəyə bilməyən Əvəz Zeynallıdır. Bu belə yaranıb, belə mübarizə aparıb, olduğu kimi görünən Əvəz Zeynallı olub. İndi bugün təbii ki, çətinlik çəkir. Vəziyyət həqiqətən də məndə olan məlumata görə özünün dediyi kimi kritik həddədir. Maliyyə imkanları həddən çox azalıb. Bu kimioterapiyanın da bilirsiniz ki, nə qədər bahalı olması göz qabağındadır. Ona görə də mən bütün dostlardan xahiş edirəm, xaricdə yaşayan dostlardan, iş adamlarından xahiş edirəm ki, Əvəz Zeynallıya hər kəs maksimum dəstək göstərməlidir. Burada kart hesabı var. İstər xaricdə yaşayan insanlar bu formada dəstək ola bilər, istər Azərbaycanda yaşayan dostlar və biz hər birimiz çalışmalıyıq. Maksimum mübarizə aparmalıyıq ki, bu şəkildə yox, bu görünən şəkildə olan Əvəz Zeynallını Azərbaycan xalqına qaytara bilək. İnşallah ki, ümidvaram ki, qaytaracağıq. Biz Əvəz Zeynallıya hər birimiz maddi, mənəvi dəstək olmalıyıq. Çünki Əvəz Zeynallı özünü bu xalqa, bu millətə, bu dövlətə həvalə eləyib, tapşırıb və təkrar qeyd edirəm, Əvəz Zeynallı Azərbaycan dövlətinə, Azərbaycan xalqına güvənir, inanır və özünü bu dövlətə, bu xalqa, bu millətə həvalə eləyib, etibar eləyib. Bu dövlət, bu xalq, bu millətdə Əvəz Zeynallını 3 il bundan qabaq ki, Əvəz Zeynallı vəziyyətinə inşallah ki, qaytaracaq. Dəyərli dostlar, yayınımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, Əvəz Zeynallıya dəstəyinizi əsirgəməyin. Sağ olun, sağlıqla qalın.